Salam əziz izləyicilər. Biz bu günlərim təhrifin qismlərindən danışacağıq inşallah. Gələn çəkilişlərdə də təhriflə bağlı dəlillərdən danışacağıq. Quran təhrif olunmaması ilə bağlı dəlillərdən danışacağıq. Biz bilirik ki, Quranın təhrif məsələsi ta qədimdən ta indiyə qədər aktual mövzulardan biridir və müsəlmanların müzakirə elədiyi mövzulardan biridir və bir çox məsələn ateistlərin, deistlərin də bir irad kimi gətirdiyi, bir tənqid formada gətirdiyi məsələlərdən də biridir demək olar ki, əlbəttə ateistlər ümumiyyətlə Quranın təhrifi mövzusu eləmək, yəni mövzusu deyil də, yəni eləməyə ixtiyarı yoxdur. Hansısa bir ateist gəlsin Quranın təhrif məsələsi müzakirə eləsin. Yəni birinci o varlıqla bağlı məsələləri həll olunmalıdır ki, sonra gəlməlidir Quranın təhrif olunub olunmaması müzakirə eləməlidir hansısa bir müsəlmanla. Quranın təhrifi ta qədimdən ta indiyə qədər müzakirə olunan mövzulardan biridir və çox mühüm məsələlərdən biridir. Bir şəxs Quranın təhrif olunmamasını qəbul eləməlidir ki, sonra Quranın möcüzəvi bir kitab olmasını qəbul eləməlidir. Bir şəxs əgər etiqadı budur ki, Quran təhrif olub, bunun artıq Quranın möcüzəvi bir kitab, bunun üçün bu anlayış artıq qalmır, bu anlayış artıq aradan qalxır. İlk növbədə bizim etiqadımız olmalı ki, həqiqətən Quran təhrif olmayıb. Ondan sonra Quranın möcüzəvi bir kitab olması məsələsini biz müzakirə eləməliyik. Quranın təhrif olunması məsələsi, təhrifin leksik mənası budur ki, sözdə məna dəyişməklik ya nəyinsə başını əymək mənasında. Məsələn, təhriful qələmi, qələmi əymək, yəni düz yoldan qırağa əymək mənasındadır. Amma Quran terminologiyasında isə təhrifin mənası budur ki, sözə, mənaya müdaxilə eləmək, dəyişdirmək mənasındadır. Təhrifin qismləri var. Terminologiyada Quran barədə işlənən təhrif məsələsində sözündə qismlər var, qismləndirib alimlər. Bir mənada təhrif var, bir də ləfzdə təhrif var. Mənada təhrif budur ki, bu günlərim bir çox müsəlmanlar bu bəlaya mübtəla olublar. Quranı oxuyurlar və öz istədikləri kimi şərh eləməyə çalışırlar, öz istədikləri kimi təfsir eləməyə çalışırlar və hərə öz şəxsi nəzərinə əsasən Quranı başlayırlar təfsir eləməyə və bununla bağlı da hədislərdə də gəlib ki, kim Quranı öz təfsiri, öz şəxsi fikrinə görə Quranın şərhini versə, təfsirini eləsə, həmin şəxs cəhənnəmdə yerini hazır bilsin. Hətta Quranı bir şəxs öz şəxsi nəzəri ilə təfsir eləsə, şərhin versə və bu şərh, təfsir düz olsa, bunun da xüsusi qiyamətdə haqq hesabı var, hədislərdə gəlib. Çünki sən baxmayaraq ki, sənin bu şəxsi nəzərin, şəxsi təfsirin həqiqətlə uyğunluq təşkil eləyir. Bu, sənin öz şəxsi çıxarışındır. Sən müstəqil gəlib Qurana yanaşa bilmərsən. Bu, Quran ilahi kitabdır. Bunların açıqlaması məsumların ixtiyarındadır. Məsumlar bu Quranı açıqlaya bilər və deyə bilər ki, bu Quran ayəsində Allah nəyi qəsd eləyib. Biz yəni durub Qurana açıqlama verə bilmərik öz şəxsi nəzərimizə görə. Ona görə bu günə qədər nə qədər məzhəblər, firqələr, hamısının yaranmasının yeganə bir dənə səbəbi var ki, Qurana şəxsi nəzər, şəxsi rəyə görə durub təfsir verdilər, açıqlama verdilər ki, mənə görə bu ayədə Allah bunu qəsd eləmək istəyir, mənə görə Allah bu sözü demək istəyir. Və bu təhrif, yəni hamı tərəfindən qəbul olunan ki, hərə öz çıxarışı ilə bir nəticəyə gəlmişdir və Quranın zahirin saxlamağa üstünlük verirdilər. Allah burada zahirdə bu formadadır və buradan bu nəticə çıxarılır. Bu təhrif hamı şəxs tərəfindən, bütün müsəlmanlar tərəfindən qəbul olunur ki, Quran məna təhrifinə məruz qalır və bu da Quranın əsl mahiyyətinə ziyan gətirmir. Yəni Quran özü
belə deyək də, Əhl-i Beytdən kənar Qurana baxışla baxanda artıq sən məna təhrifinə məruz qalırsan. Məna təhrifinə məruz qalmamaq üçün gərək sən Əhl-i Beytdən kənara çıxmayasan. Baxasan Əhl-i Beyt bu ayəyə necə şərh verib, necə təfsir verib, ona əsasən sən öz çıxarışlarını eləməlisən ki, burada Allah bunu demək istəyib. Və təhrifin digər qismi isə ləfsi təhrifdir. Ləfsi təhrifin də özünün qismləri var. Biri azaltmadır, digəri artırmadır və üçüncüsü də ki, ardıcıllıqdır. Ardıcıllıqda olan təhrifdir. Yəni, surələrin ardıcıllığı, ayələrin ardıcıllığı bununla bağlı olan təhrif mövzusudur. Quranın təhrifinin çoxaldılması məsələsində bütün müsəlmanlar, müsəlman alimləri, bütün məzhəblər bu düşüncədədir ki, Quranda çoxalma yoxdur. Yəni, hansısa bir kəlmə əlavə olunmayıb, hansısa bir ayə əlavə olunmayıb. Çünki o vaxtı Quran-ı Kərim cəm olanda, Quran ayə bə ayə, surə bə surə nazil olanda müsəlman cəmiyyətində müsəlmanlar o ayəni praktiki olaraq yaşayırdılar və əzbərə bilirdilər. Və hansısa bir işi görəndə də ayəni oxurdu ki, burada Allah bunu deyib. Və Peyğəmbər dünyasını dəyişəndən sonra Quran toplananda o qədər ayəyə hakim idilər ki, ayəni bilirdilər ki, əlavə kimsə başqa bir dənə söz demək istəyəndə ki, bu da Quran ayəsidir, hamı tərəfindən rədd olunurdu. Təkzib olunur ki, yəni bu belə bir ayə yoxdur, belə bir kəlmə gəlməyib Quran-ı Kərimdə. Və düzdür, hansısa bir hərf artırıla bilər, hərəkə dəyişikliyi ola bilər. Bu da Quranın əsasına xələl gətirən bir şey deyil. Söz, kəlmə Quranda artırılmayıb və bunda bütün müsəlman alimləri yekdilliklə həmfikirdirlər. Və digər azalma məsələsi. Tamam, Quranda heç bir artırılma yoxdur. İndi Quranda hansısa bir ayə çıxarılıbmı, Quranda hansısa bir ayə götürülübmü, kəlmə götürülübmü? Bu təhrifi bəzi alimlər, bəzi müsəlman cərəyanları qəbul ediblər. Bəzi əxbarilər demək olar ki, bu təhrifə inanan əxbari alimləri də var. Amma Şiə, Cəfəri məzhəbi yekdilliklə bu cürə təhrifi də rədd eləyir ki, Quranda heç bir azalma yoxdur və heç bir təhrifə məruz qalmayıb. Və digər bir təhrif növü də var. Əgər biz bunu təhrif kimi qəbul eləsək, ayələrin ardıcıllığı məsələsi, surələrin ardıcıllığı məsələsi. Və biz əvvəlki çəkilişlərimizdə də danışanda dedik ki, bəzi ayələr görürsən ki, ardıcıllığında fərqliliklər var. Məsələn, bu ayə digər ayədən sonra gəlməli idisə, bu ayə başqa bir dənə ayədən sonra gəlir. Mədəni surənin ayəsi görsən Məkkə surədə, Məkkə surənin ayəsi Mədəni surədə gəlir. Bu cür belə təhriflər var. Əgər biz bunu təhrif kimi qəbul eləsək və nüzul ardıcıllıq məsələsində ki, bəzi alimlər deyirlər ki, məsələn də ilk nazil olan surə Ələq surəsidir. Amma Quran Fatihə surəsi ilə məsələ başlayır. O Həzrəti Əli əleyhissalamın Quranın toplanmasında o fərqlərindən birində demişdik də digər müsəfflərdən ki, Həzrəti Əlinin topladığı Quranda nüzul ardıcıllığı ilə idi. Və biz bunları inşallah bu günlərin təhrifin qismlərindən danışdıq. İnşallah gələn çəkilişlərimizdə bununla bağlı dəlillərdən danışacağıq ki, təhrifi qəbul edənlərin dəlilləri nədir, təhrifi inkar edənlərin dəlilləri nədir. Bu qədər inşallah gələn görüşlərədək.